Bundan öncə hazırladığım sosial şəbəkələrdə viral olan, TikTokda isə 2 milyon yarım baxış toplayan bildirçin dolmam. Bu dəfə isə tam fərqli olacaq. Ona görə də boğazını da kəsdim. Qarnını yarıb iç alatını təmizlədim. Ondan sonra isə yaxşıca yudum. Suyunun getməsi üçün bu üsuldan istifadə etdim. Sonra yaxşıca duzladım, istiyotladım. Bollucana soğan tökdüm. Biraz da soya sosu və limon suyu mütləq əlavə etdim. Yaxşı qarışdırıb soba listinə yığdım. Amma bişirmək üçün bura yığmadım. Üzərini paketləyib bir gün soyuducuda saxladım. Səhəri gün isə gəldim bağa. Bağ yerində isə bunu necə bişirərlər? Artıq özünüz təxmin elədiniz. Əlbəttə ki, şişə çəkərlər. Şişləri götürüb düşdüm bildirçinlərin canına. Bəh, bildirçini bişirməyin ən gözəl üsullarından biri. Əlbəttə ki, kababı. Bildirçin Hausun bildirçinləri isə çox dadlı olur. Çünki orqanik şəkildə yetişdirilir. Əslində toylarda hər zaman bildirçin yemişik. Amma toylarda da o qədər yemək olur ki, artıq nə yediyinin dadını da qarışdırırsan. Bildirçin kabablarım da hazırdır. Əlbəttə ki, yanına düyüsüz, zirincsiz heç olmaz. Badımcanı, pomidoru, biberi isə mütləq olmalıdır. Onlarsız heç mümkün deyil. Bildirçin kababımızın servisi hazırdır. Çox qəşəng görsənir, deyilmi? Mən çox bəyəndim. Mən sizə səmimi bir söz deyim. Əgər bildirçin əlinizə keçsə, heç düşünmədən onun yalnız kababını edin. Çünki əti çox yumşaqdır. İsti dəyən kimi də bişir, olur bir pambıq. Mən və bağda yeyən hər bir kəs bu kababı çox bəyəndik. Bəs siz bildirçin əti sevirsiniz?